Vətən müharibəsi iştirakçısı Cəfərli Elvin Telmanoğlu. Elvin Vətən müharibəsinə 2020-ci ilin sentyabrın 29-da qatılıb və Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. O, məhz Hadrut uğrunda gedən döyüşlərdə yaralanıb. Elvin Cəfərli Xocavəndin azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunub. Yaşad fondunun dəstəyi ilə onun növbəti uğurlu əməliyyatı gerçəkləşdirilib. Yaralandığım müddətdən bugünkü günə kimi bir neçə saylı əməliyyatlarım oldu və eləcə də bu sonuncu əməliyyatımdan əvvəl də bir əməliyyatda keçirdim. Bu əməliyyat da ki, Yaşad fondunun hesabına olundum və daha sonra bir müddətdən sonra ayağımda yaranan bəzi problemlər nəticəsində əvvəlcədən köçürülən dəri və əzələdə yara əmələ gəldi və o yara gün keçdikcə genişlənib və dərinləşməyə başladı və həkimə müraciət elədim və son nəticə yenə də həkim əməliyyat olduğunu dedi və mən yenə də bu əməliyyatım üçün də ikinci səfərdə Yaşad fonduna müraciət elədim və Yaşad fondunun hesabına ikinci əməliyyatım da həyata keçdi. Əməliyyat yenə kompleks, mürəkkəb bir əməliyyat idi. Sağ tərəfdə qasıq nahiyəsinə yumşaq toxuma götürərək sağ ayağında olan sümük ekspozisiya, sümük açıqlı yaranı kapatdıq və üzərinə dəri qrefti qoyaraq əməliyyatı sonlandırdıq. Hal-hazırda yaranın vəziyyəti yaxşıdır, yaralımızın da vəziyyəti yaxşıdır. Sarğılarını davam edirik, təqib edirik. İnşallah qısa müddətdə öz evinə göndərəcəyik.